Bağışlamaq düzgündürmü sizcə? Ümumiyyətlə xəyanət elə bir mövzudur ki, mən düşünürəm ki, bu mövzuya daha detallı baxmaq lazımdır. Tək tərəfli günahlandırma ilə yanaşmaq ən asan yoldur. Mən ümumiyyətlə güclü qadın kişi deyəndə hər hansısa bir çətinliklə üzləşdiyi zaman oranı tərk eləyən, oradan uzaqlaşan kişi və qadını nəzərdə tutmuram. Güclü insan var olan problemi həll edə bilən insandır. Burada bəhs elədiyim güc anlayışı insanın öz egosu, öz qüruru ilə olan savaşında, mübarizəsində qalib gəlməkdir. Bəzən qadınlar xəyanətlə qarşılaşırlar, lakin çox xoşbəxt bir ailələri var. Kişi onu çox sevir, ona dəyər göstərir, amma hər hansı bir mesaj, hər hansısa bir zəng, bir qadınla münasibətin olduğunu öyrənir. Mən belə hallarda heç vaxt xanımlara boşanmağı, oranı tərk eləməyi məsləhət görmürəm. Çünki mövcud bir ailə var ortada və ortada sevgi var, diqqət var, qayğı var, amma hər hansı bir səhv də var. Bu səhvin ortaya çıxmasını araşdırmaq lazımdır. Hansı boşluqlardan ortaya çıxıb, xanımın bəlkə həddən artıq fədakarlığı və yaxud da kişinin hansısa bir boşluqdan bu addımı atması araşdırılıb aradan qaldırıla bilər. Belə ailələrdə olur ki, mən cütlük terapiyalarında qarşılaşıram, kişi də qadını çox sevir, qadın da kişini çox sevir, lakin qadın öz qüruruna yedizdirə bilmir və düşünür ki, mən bu xəyanəti bağışlasam, artıq mən qürursuz bir qadın olaram və yoldaşım artıq bu halı adiləşdirər və davamlı mənə xəyanət eləməyə başlayar. Baxın, güc dediyim anlayış tam olaraq belə hallarda ortaya çıxır. Hər iki tərəfin səyi nəticəsində, əgər iki tərəf də evliliyi qurtarmağa istəklidirsə, bəli, belə hallarda biz xəyanəti müzakirə edib, onun səbəblərini aradan qaldırıb, evliliyimizi, münasibətimizi davam etdirə bilərik. Bu proses uzun müddətli reabilitasiya dövrünü tələb eləsə də, bəzi hallarda xəyanəti bağışlamaq bəli, mümkündür.